Salam. Bilirsiniz, beynəlxalq münasibətlərdə elə bir nəzəriyyə var ki, deyir ki, gəlin bütün bu idealist pərdələri, gözəl sözləri bir kənara ataq. Dünyanın əsl üzü nədir? Güc, münaqişə və sağ qalmaq uğrunda gedən amansız bir mübarizə. Bax, bu nəzəriyyə realizmdir və onun iddiası çox sadə, amma bir o qədər də cəsarətlidir. Biz dünyanın necə varsa elə də görürük. Amma burada bir qəribəlik var, elə deyilmi? Əgər realizm, necə deyərlər, beynəlxalq siyasətin açarını bizə verirsə, niyə bu qədər tənqid olunur? Niyə daim özünü müdafiə etmək məcburiyyətində qalır? Yəni, bu qədər dominant bir nəzəriyyənin içində nə çat var ki, tənqidçilər onu bir an belə rahat buraxmır? Baxın, tənqidçilərin əsas iddiası budur. Realizm ya həddindən artıq bəsitdir, ya da elə bir ideologiyadır ki, onu təksib etmək sadəcə mümkün deyil. Yaxşı, bəs əslində nə baş verir? Gəlin bu işi bir növ detektiv araşdırması kimi düşünək. Bələdçimiz isə Stefano Guzzini'nin təhlili olacaq. Bugün biz bu nəzəriyyənin daxilindəki dərin ziddiyyətləri üzə çıxaracağıq. Hazırsınızsa, başlayaq. Deməli, birinci məsələ kimlik dilemması. Yəni, fərqli olmaqla müəyyən olmaq arasındakı seçim. Bu, sanki realizmin öz-özünə verdiyi fundamental bir sualdır. Mən əslində kiməm? Tamamilə unikal, özünə məxsus bir nəzəriyyəyəm, yoxsa sadəcə başqalarından fikirlər borc alıb öz adımla təqdim edirəm? Bax, bu seçim onun bütün mövcudluğunu sual altına alır. Təsəvvür edin, realizm bir yol ayrıcında dayanıb. Bir yol onu tamamilə fərqli, unikal olmağa aparır. Bu yolda o ancaq və ancaq özünün əsas konsepsiyası olan gücdən danışır. Amma problem odur ki, bu izahatlar çox vaxt qeyri-müəyyən, natamam olur. Digər yol isə daha aydın, daha müəyyən izahatlar təklif edir. Amma bunun üçün bir bədəl ödəməlidir. Başqa nəzəriyyələrdən, məsələn liberalizmdən, konstruktivizmdən fikirlər borc almalıdır. Nəticədə nə olur? Öz kimliyini, fərqliliyini itirir. Yəni, bu elə bir tələdir ki, hansı tərəfi seçsən, nəsə itirirsən. Baxın, fərqli bir nəzəriyyə olmaq üçün onun sanki mərkəzi bir valyutası olmalıdır. Məsələn, iqtisadiyyat üçün pul nədirsə, realizm üçün də bu güc olmalıdır. Elə John Mearsheimer də deyir ki, güc, böyük güclər siyasətinin pul vahididir və dövlətlər onun uğrunda bir-biri ilə rəqabət aparır. Yəni, məntiq çox sadədir. Şirkətlər necə pul yığırsa, dövlətlər də eləcə güc toplayır. Düzü, ilk baxışda çox məntiqli səslənir, elə deyilmi? Amma gəlin əsas sualı verək. Güc həqiqətən də pul kimidirmi? Bu bənzətmə, bu analogiya əslində işləyirmi? Çünki bu sualın cavabı var ha, realizmin bütün o nəzəri binasını təməlindən sarsıda bilər. Və burada səhnəyə məşhur nəzəriyyəçi Raymond Aron çıxır və bu bənzətməni, necə deyərlər, darmadağın edir. Deyir ki, birincisi, pulu cibinizdə saxlaya bilərsiniz, amma güc belə deyil. Güc həmişə bir münasibətdir, kiminsə üzərində olan bir təsirdir. İkincisi, pul çevikdir, yəni onu asanlıqla başqa şeyə dəyişə bilərsiniz, amma hərbi gücünüzü, məsələn, iqtisadi təsirə çevirmək həmişə mümkün olmur. Ən əsası isə pulun bir qiyməti var, amma gücün universal bir dəyər standartı yoxdur. Hərbi gücü, iqtisadi gücü, mədəni təsiri hansı vahid məzənnə ilə ölçəcəksiniz? Bu, sanki almanı portağalla toplamağa çalışmaq kimidir. Sadəcə mümkün deyil. Nəticə nə olur? Nəticə odur ki, bu birinci dilemmanın hökmü artıq aydındır. Güc anlayışı tək başına bütün nəzəriyyənin yükünü çəkə bilmir. Və bu boşluğu doldurmaq üçün realistlər məcbur olub diplomatiya, ideologiya, daxili siyasət kimi əslində qeyri-realist sayılan elementləri öz analizlərinə qatırlar. Bəli, bu onların təhlilini zənginləşdirir, amma eyni zamanda nəzəriyyənin sərhədlərini o qədər bulanıq edir ki, artıq nəyin realist olub, nəyin olmadığını ayırt etmək demək olar ki, mümkünsüz olur. Yaxşı, gəlin araşdırmamızın ikinci mərhələsinə keçək. Mühafizəkar dilemma, yəni ənənəyə güvənməklə əsaslandırma ehtiyacı arasındakı seçim. Baxın, bu dəfə söhbət realizmin kimliyindən getmir. Söhbət ondan gedir ki, realizm öz həqiqətini, öz iddialarını necə müdafiə edir? O, özünü nəyə əsaslandırır? Və burada da qarşımıza bir seçim çıxır. Bir tərəfdən realizm deyir ki, mən bir sənətəm, dövlət idarəçiliyi sənətiyəm. Əsrlər boyu toplanan diplomatik təcrübənin, müdriklüyün məhsuluyam. Bu, ənənəvi tərəfidir. Amma digər tərəfdən, müasir, rasional dünyada qəbul olunmaq üçün o bir elm olmalıdır. Obyektiv, yoxlanıla bilən biliklərə əsaslanan bir nəzəriyyə olduğunu sübut etməlidir. Problem də odur ki, bu iki kimlik, sənət və elm bir-biri ilə heç yola getmir. Və bu dilemmanın nə qədər dərin olduğunu anlamaq üçün, bilirsiniz, çox ironik bir məkana baxmalıyıq.
Məşhur realist Henry Kissingerin başqa bir mühafizəkar ikon olan Metternich haqqında yazdıqlarına. Elə bil bir realist digərinin tələsini ifşa edir. Kissingerin bu statına bir qulaq asın, çox güclüdür. Əgər reallıq hələ də bir mənalı olsaydı, onu təsdiqləməyə ehtiyac duymazdı. O təsdiqində nə qədər israr edirdisə, bununla da onun dağılmasına şahidlik edirdi. Baxın, burada dərin bir paradoks var. Yəni, bir şeyin reallıq olduğunu nə qədər çox təkrarlayırsansa, əslində onun artıq o qədər də real, yəni hamı tərəfindən qəbul edilən bir şey olmadığını sübut edirsən. Çünki həqiqətən də aşkar olan bir şeyi müdafiə etməyə ehtiyac yoxdur axı. Beləliklə, realizm tam bir çıxılmaz vəziyyətə düşür. Əgər desə ki, mən sadəcə bir ənənəyəm, bir təcrübəyəm, o zaman elmi dünyada heç kim onu ciddiyə almayacaq. Yox əgər desə ki, mən elmi qanunlara əsaslanan bir nəzəriyyəyəm, o zaman da o praktiki müdrikliyin, o sənədin bütün incəliyini, mahiyyətini itirir, onu təhrif edir. Yəni, hansı yolu seçirsə seçsin, udur. Yaxşı, biz iki fərqli problemdən danışdıq. Kimlik dilemması və mühafizəkar dilemma. Bəs bu ikisini bir-birinə bağlayan nədir? Bütün bu problemlərin kökündə dayanan əsas səbəb nədir? İndi, gəlin araşdırmamızın ən həyəcanlı hissəsinə gələk və bu müəmmaların kök səbəbini ortaya çıxaraq. Və Guzianiyə görə bütün bu problemlərin kökü bir yerdədir. Beynəlxalq münasibətlər elminin birinci mübahisə adlanan qurucu mifində. Bu nə deməkdir? Bu deməkdir ki, realizm özünü müsbət bir şey kimi təqdim etməyib. Əksinə o, özünü sadəcə utopik, xəyalpərəst idealizmə qarşı bir reaksiya kimi formalaşdırıb. Yəni o, mən buyam deməyə əvəzinə, mən o deyiləm deyib. Problemin ürəyi də elə məhz buradadır. Realizm öz kimliyini sırf negativ bir şey üzərində qurub. O, sadəcə idealizmə qarşı çıxmaq üçün mövcuddur. Və sən bütün varlığını nəyəsə qarşı olmaq üzərində quranda, qaçılmaz olaraq bir tələyə düşürsən. Baxın necə. Özünə məxsus pozitiv anlayışların olmadığı üçün kimlik dilemmasına girirsən və daima öz reallığını o xəyalpərəstlərə qarşı müdafiə etmək məcburiyyətində qaldığın üçün də mühafizəkar dilemmaya sürüklənirsən. Hər şey bir-birinə bağlıdır. Yaxşı, bəs çıxış yolu varmı? Realizm bu tələdə əbədi olaraq qalmağa məhkumdurmu? Xeyr. Guzininin təhlili sadəcə problemi göstərməklə bitmir. O, həm də realizmin bu vəziyyətdən necə çıxa biləcəyinə dair çox maraqlı və cəsarətli bir yol təklif edir. Guzini buna 2 qat inkar deyir. Fikir çox maraqlıdır. Deməli, daha zəngin, daha güclü bir realizm təkcə utopiyalara, yəni anti-ideal olmağa yox deməməlidir. Bu işin asan tərəfidir. Əsl realizm həm də mövcud güc münasibətlərini maskalayan o ideoloji tüstü pərdəsinə də yox deməlidir. Yəni anti-görünən olmalıdır. Başqa sözlə, təkcə gələcəyə aid xəyalları deyil, həm də bugünün illüziyalarını ifşa etməlidir. Bu o deməkdir ki, realizmin əslində iki fərqli üzü ola bilər. Birincisi, anti-ideal üzü. Bu, mühafizəkar bir roldur. Məqsədi nədir? Mövcud vəziyyəti, yəni status quo-nu təhlükəli utopik dəyişikliklərdən qorumaq. İkinci üzü isə anti-görünəndir. Bu isə tənqidi bir roldur. Məqsədi tamamilə fərqlidir. Status quo-nun özündəki o gizli güc münasibətlərini, pərdə arxası oyunları ifşa etmək. Yəni biri qoruyur, digəri isə dağıdır. Beləliklə, araşdırmamızın sonuna gəldik və bəlkə də əsas nəticə budur. Realizmin əsl gücü bizə hazır, rahat cavablar verməsində deyil. Bəlkə də onun əsl dəyəri tamam başqa bir şeydədir. Bizi həm xəyallara, həm də mövcud reallığın özünə qarşı daima narahat, xoşagəlməz suallar verməyə məcbur etməsindədir. Bəlkə də realizm heç bir zaman bir cavab olmayıb, əksinə heç vaxt susmayan bir sual olub. Pərdənin arxasında əslində nə baş verir?